Cənab Putinin açıqlamalarını siz də gördünüz, biz də gördük. Yəni nə dedi? İşğal olunmuş ərazilərdən Ukrayna çəkilməlidir. 4 vilayətdən ordusunu çıxartmalıdır. Yəni açdı, hələ o imtina deyil, amma vermir də torpağı. Hətta deyirəm, xəyalən deyək ki, fikirləşək ki, deyək ki, bəzi əraziləri qaytardı. Onun bərpası üçün xərclənəcək milyardlarla dollar vəsaiti kimi ödəyəcək? Yəni bunun cavabı var. Bu bir. İkinci bir tərəfdən Avropa İttifaqının özünün ayırdığı, Amerikanın bu günə qədər müharibəyə ayırdığı vəsaitləri hələ Ukrayna necə qaytaracaq, onun özü belə sual altındadır. İndi ortaya biz bəzən pafosla danışmaq olar ki, ay belə, bəli, döyüşməlidir. Döyüşməlidir, yaxşı. Burada hər gün minlərlə Rusiya, minlərlə Ukrayna əskəri dünyasını dəyişir, düzdürmü? Bunun insan etkisinin qabağını necə almaq lazımdır? Bu orta xətt nə olacaq? Qızıl orta nə olacaq? Bunu hələ müəyyən eləyə bilmirlər. Baxın, heç Avropa İttifaqının özü də eləyə bilmir bunu. Heç Amerika Birləşmiş Ştatları da bilmir, heç Rusiyanın özü bilmir nə olacaq.